Herkese salam, kanalıma xoş gəldiniz. Ümid edirəm ki, hər biriniz yaxşısınız. Mən çox yaxşıyam. Bugün isə şənbə günüdür və mən qərar aldım ki, 6 bazarı 2 günlük, yəni vlog çəkim sizin üçün və 2 günümü sizə göstərim. İndi isə saat artıq 1-ə işləyib. Mən yeni durmuşam yuxudan və oyanandan heç bir şey eləməmişəm. Ona görə də indi başlayıram artıq. Düşünürəm ki, bugünüm dolu keçəcək. Çünki həm şaurma hazırlamaq istəyirik iki gəlinimizlə bir yerdə. İkisi də bizdədir şu an. Həm də ki, sabah anamın ad günü olduğuna görə ona hədiyyə almağa gedə bilərik. Yəni belə, bugünüm dolu keçəcək. İnşallah ki, maraqlı da alınar. Siz də baxarsınız, bəyənərsiniz. İndi isə keçdik videomuza. Burada belə bir bəbəşqamız var. İndi gəlmişəm bundan biraz məşğul olum. Çox münasibdir. Amma göstərmirəm üçün. Olmaz. Şimdi makyaj eləyirik. Çünki içimdən... Ay, nə çox vurdum. Yox. İçimdən makyaj eləmək keçdi. Alacağım al yanağı. Neyse, bunu dağıdım. Dağıtdım, gəldim. Belə oldu. Olsun, heç olmaz. Uçacaq onsuz da. İnanmıram, amma uçacaq. Deməli, arkadaşlar, dediyim kimi şaurma eləyəcəyimizə görə gedirəm lazım olanları almağa. Yəqin ki, Bravo'ya gedəcəm. Yəni, burada yanımızda çox market var. Seçənəyimiz çoxdur. Ona görə Bravo'nu seçdim bugün. Bravo'nun reklamını edirik. Zarafat edirəm bu arada, reklam falan yoxdur qətiyyən. Bizə lazımdır yuxa, ona görə yuxanı götürdüm. İndi gedirəm. Bunların tərəvəzləri. Dedim tərəvəz seçim. Pomidor və biber götürdüm. Əslində mənə deyilmişdi ki, kahı da götür. Amma kahı bu vəziyyətdə olduğu üçün götürmürəm. Və bunu da çəkirəm ki, gəlinimizə göstərim. Çünki mənə dilbədil tapşırdı ki, kahı al. Alacaqlarımı aldım. İndi qayıdıram evə. Gedim, oturum mən bir yerdə. 2 dənə gəlinimiz var yəni. Onlar bişirsin. Mən də yiyeyim yəni. Necə olmalıdır ki? Və məncə dükana getmək elə böyük bir şey yoxdur da, yəni. Havanı da onlar eləsin. Yəni, bir zəhmət. Deməli, bu uşağı mənə veriblər ki, sən götür bunu yatızdır. Biz qalan hər şeyi özümüz həll eləyəcəyik. Və çox çətindir, yəni uşağa baxmaq həqiqətən çox çətindir. Atilla yat. Yat Atilla yat. Ay, nə qəşəng gülür. Dostlar, yatızdırdım. Ay, gözü açma. Yat. İndi yatıb. Ay, gülür. Can. Yazı yaracağım. Yoracağım. Ay, seni qurban. Çox şükür, ay Allah, çox şükür. Bu günləri də görərmişik. 3 saatdan sonra bizə şaurma hazırlayır. Gəlinimiz. Olsunuz. Az bəsdir. Az bəsdir. Şaurmamızın son halı budur. Necədir, bəyəndin? Özümüz hazırlamışıq. Doğrulamıram, çox dadlıdır. Mən şaurma sevmirəm. Böyük gəlinimizin əllərinə sağlıq da o qızardıb. Amma tərəvəzləri sən doğramısan, təzə gəlinimiz. Mən də almışam. Hətta, bəli, əsas səbəblərsənsə, sən yəməsəydin biz də onu gətirəməyəcəyik. Hətta mən biber heç sevmirəm. Xüsusilə yeməkdə, amma çox qəşəngdir. Qəşəngdir. Bizim əllərimizə sağlıq. Demək dostlar, gedirik indi hədiyyə almağa. 8-ə qalıb bu arada. Yeni gəlinimiz indi gəlir. Əl elə buradan. Bu təzə gəlinimizdir. Bu birinci böyük gəlinimizdir. O da onun bəbəşqasıdır. Atilla bax. Atilla. Ayaqlarını görə bilərsiniz ancaq yəni. Deməli dostlar, Rosmandan hədiyyə aldım anama. Tut çəkin. Ne yapıyorsunuz siz kızlar? Şimdi de altı alalım kızlar. Yol boyu yiyeceğim. Yersen Atilla. Ağzının suyu da tökülür. Gelmişik halam kızın yanına. Gel salam deyik, vlog çəkirəm. Vloguma salam deyik, YouTube vloguma. Salam dostlar. Salam kızı. Gəlin bundan məhsul alın. Ünvanı da deyim də sizə İnşaatçılar metrosu Brent House. Aferin. Uşaq adlı gələsiz buraya. Uşağını satırız dostlar. 50% endirimlə. Uşaq satırıq dostlar. İstəyən gələ bilər. 50% endirimlə satıram. Gəldik, çatdıq evə. İnşallah ki, yeni bir planımız var. Alınsa onu daha iyice gedəcəyik. Saat 9'dur bu arada. Demək dostlar, indi saat 10'da toya gedirik. Toy dediğim de yani
restorana baxmağa gedirik. Çünki evimizdə xeyir iş var. Ona görə də gedirik restorana baxmağa. Gəldik restorana dostlar. Baxırıq. Aşağı düşəcəyik toya baxmağa. O ayrı yəni. Burada belədir. Çox bəyəndim mən. Bilirəm bu salfetkaları çıxartmaq yəni mütləqdir. Ondan yəni mümkün deyil. Amma bəyəndim mən. Çox bəyəndim həqiqətən bax buranı. İstəyirəm indi keçəm orada gəlin yerində oturum. Ki görüm necə hissdir. Amma bəyəndim. Məsələn bu gülləri çox bəyəndim. Sonra amma bir şey bəyənmədim. Bu çoruyu da hər şey elə bir ki. Burada kişimə üstüdür. Ona görə çəkmək istəmədim yəni. Amma səs eşitdim. İndi menüyə falan baxıram. Arkadaşlar selam. Bugün bazar günüdür. Mən bəzəndim, düzəndim. Səhifəm üçün çəkəcəklərimi çəkdim. Sadəcə bir videom qalıb. Onu da çəkirəm. Ondan sonra bu makyaja uyğun kombin edib çıxacağam çölə. Çünki bugün o qədər hava gözəldir ki. Çox gözəl hava var. Ay. Axşam da bu arada dəvətnamə falan yazmalıyıq məncə. İndi alsalar dəvətnaməyə yazacağıq. Bəlkə onları da çəkdim. Çox gözələm, çox gözələm. Ay aman. Ay, maşallah deyim. Yaxşı. Deməli gəlmişik sinzəyə. Və burada çox qəşəng donlar var. Onlara baxıyorum. Ay, bu nə gözəldir. Kız. Çox bəyəndim bunu. Belə bir kofta seçdik. Gəlinimiz anam üçün hədiyyə alır. Belə bir kofta. Bu koftaya uyğun belə bir ayaqqabı seçdik. Kombinlədik. Gəlinimiz kombinlədi. Məncə çox qəşəng oldu. Tüm aldıq. İndi qayıdıq evə. Xanım, yerin fikirlədirsiniz. Xanım. Çəkiliş yoxdur. Fikirlədirsiniz xanım. Baxın necə xoşbəxtdir, amma xəbəri yoxdur ki, bir 10 dəqiqədən sonra nə baş verəcək. Yalnız və yalnız biz. Böyük gəlinimiz məni bir saniyə eləyəcək. Niyə? Mən demişdim ki, bir saat yarıma falan gəlirəm. Amma 3 daha saatdan çox keçir. və hamısı mənə görədir, boynuma alıram. Amma nə olsun, mənə işin olmayacaq. Görürsünüz, ikinci təzə gəlinimiz aranı pozmağa çalışır. Böyüklə aramız pozulsun istəyir ki, səndən yaxşı olum, hə? Gəlməyəcək, bizim indi o köyünü alacağım, baxarsın. Sənə qurban. Mənə də əsas o maraqlıdır. Evə gələn kimi gəlinimiz məni yolladı tez marketə ki, qarğıdal falan almalıyam. İndi gəlmişəm marketə. Deməli arkadaşlar, mən zaten demişdim ki, bugün anamın ad gündür. O münasibətlə gəlinimiz sağ olsun, hər şeyi bişirib, biz gələnə qədər hazır edib. Burada biber salatıdır. İndicə aldığım bu qarğıdalını əlavə eləyirəm içinə. Arkadaşlar, bir dənə qaraçılığımıza baxın. Bir dənə buna baxın. Aşağılar. Bir dəfə evimə girib çıxmağı ilə saç kremi, Nə mayonez. alaka məsələn? Məsələn, nə alaka? Allahım, çox gözəldir. Bunu şeylə takipçilər belə Dostlar, deyir ki, çox qəşəngdir bu. 50 manata alıb bunu. Almayın məncə. Daha uyğun qiymətə məhsullar var. Çünki bunun 50 manat bilirsiniz nə deməkdir bu? Hər istifadə edəndə, yəni ürək ağrısı. 50 manat gözünün önündən keçirir. Bu bilsən nə deməkdir? Amma məşhur deyə bu, hər kəs bunu tərifləyir. Yes, çünki kəsinliklə saç istifadə olunduqda saç o yəni darıyırsan, korkayırsan, düz saç verir. Sağ olsun. Parlaqlıq verir, canlandırır. Yoxsa. Və bir də şuşurdur. Sanki 50 manat onlar mənə vermiş kimi danışır. Elə hiss elədim. Hiss elədim canım. Əslində olan. Qaraşlığımızın bir üstün mərtəbəsi. Getmə, bura qeyrlərimi göstərəcəm. Əlindəki o mayonezdən gəlib girib marketə. Bir də bununla. Qarayçı, ay qarayçı. Demək dostlar, bu iki gəlin bugün mənim başıma oyun açıb da. Bugün daha neçə dəfə çıxmışıq çölə. Yazdım eləmişəm. Bir də mən çıxmadım. Saat 7-dir, biz indi çıxırıq çölə gedib yenə hədiyyə almağa. Biz də eləmişik. Biz də eləmişik deyinirsən. Nə eləmişik? Bax, əlində alçası. Bunun da əlində nə var? O biri alça götürüb, bu tum götürüb, simişka.
Mən də alça götürmüşəm, yeyə götürük. Yenə hədiyyə almağa gedirik. Mahirənin 3 dənə qeybətçi lavanda dönmüş. Yəni hamımız bir yerdə hədiyyə ala bilməzdik. Ancaq ayrı-ayrı çıxmalıyıq ki, bunlar qaynanasına, mən də anama hədiyyə aldım da. Yəni görürsüz nə gözəl gəlinlər var burada. Dostlar, son seçimimiz bu çanta oldu. Nasıl da beni şey yapıyor burada. Belə bir çanta da var, amma bu o deyil də. Yəni bu daha qəşəngdir. Ha, orada bir modelde var. Ondan gözüm duruyor. O Bardovun deyirsən? Bardovun qəşəng deyil. Nakışlı. Bu çanta çox qəşəng. Oldu. İstəyirsən ərvədə gəlsin. Ərvədə. Təzə gəlinimiz mənim montaj elədi ki, gəl mənim saçımı ütülə. Bunun saçını ütüləyirəm. Şantaj başa düşdü. Mən sən necə montaj eləmişəm? Mən ay qıza sprey, 50 manatda spreyini. 50 manatda spreyini indi bunun saçını ütülüyürük dostlar. Koy kalimat üstüne demək istəyir. Artıq ad günü çocuğunun qeyd edirik. Bu da Atilla'nın nənəsinə hədiyyəsidir. Tortla da çayımızı içiyoruz ve günü sonlandırırız.